Zülfə xanım, sizin o ifa etdiyiniz mahnı YouTube'da var mı? Onun sözləri kimindir? Rasimin. Rasimin, yaxşı. Onda mən də burada desəm ki, onun musiqisi ilk dəfə mən oxumuşam. Mən ümumiyyətlə qadağa qoyuram, onda necə olacaq? Onda həm verilən pullar batır, həm haqq dayanır. Amma mən bir şey məsləhət eləyərəm ki, bütün sənət dostlarıma deyirəm ki, mən yenə də deyirəm ki, əgər bir musiqidən, bir mahnıdan kimsə ailəsinə 5 manat sürə pul aparırsa, bu nə gözəl bir şeydir. Gəlin bunu daha da davamlı eləyək. Nəyin onun çörəyini kəsək, onun çörəyini. Bəlkə bir kanıt... Burada kimə deyirəm ki, misal deyirəm, ay Orxan, belə dedilər, deyir, əşya, sən niyə hər deyiləni inanırsan ki? Düzdür, dəfələrlə olur. Burada söz davası gedə bilər, amma musiqi davası gedə bilər. Musiqi davası, gəlin baxaq o kadrlara. Çünki musiqi mənə məxsusdur. İndi gəlin baxaq. Kimə məxsusdur bilək?